Lənkəranın Liman şəhərində bir xəbər çəkmişəm. Axşam çağı efirə gedəcək xəbər. Deməli, vətəndaşa WhatsApp üzərindən zəng ediblər. Deyiblər ki, siz kredit 6000 manat qazanmısınız. Bizə depozit sığorta ödəyəndən sonra bu 6000 manat sizin kart balansınıza oturacaq və biz sizə kredit verəcəyik. Əvvəl bir vətəndaşın iddiasına görə bir kişi, daha sonra isə onunla bir xanım danışıb, mərhələli şəkildə vətəndaşı aldadıblar. İddia edir ki, onu aldadıblar. O 450 manata qədər pulu, yəni deyilən tərəfə göndərib. Qısa burada paylaşıram. Deməli, mənə zəng gəldi WhatsApp zəngi ilə ki, bəs sizə kampaniya düşür, sizə 6000 manat kredit ayrılıb. Dedim, bəli. Dedi, o şimdi rəsmiləşdirib, birinci xanım danışdı, sonra bəy danışdı. Bu arada dedim, problem yox dedi. Sizə pul ayrılıb, siz sığorta pulu depozit ödəməlisiniz. Dedim, nə qədər ödəməliyəm? Dedi ki, 50 manat. 50 manat gəldi, 50 manat ödədim. Dedi ki, 1 manat artıq ödəmisiniz. O şimdi ödətdirdi, 150 manat bir ödətdirdi, 150 bir, 100 bir, 50 gəldi, oldu 450 manat. Ondan sonra gəldim, çıxdım ev, dedim, nə oldu? Dedi ki, sizə kredit alıb, sizi təbrik edirəm və müştəri yaxşı xidmət edirsiniz siz gözünüzə. Yəni siz bəyənmisiniz. Mən də qəbul elədim. Axırıncı da zəngi gəldi ki, evdə bu pulları ödəyən sonra çeklər əlimdə olar. Dedi ki, sizin hesabınızda 300 manat kartınızda pul olmalıdır. Mən dedim ki, mən sizə dedim, axı pulum yoxdur. Yəni axırıncı budur. Siz 50 manatdan gətirib çıxartdınız 450 manata. O şimdi ora-bura biz şikayətimizi elədik bunlara. Bunlar bildilər ki, biz mama danışdı evdə, dedi ki, siz aldadırsınız bəzi uşağı. Bu dedi ki, siz heç yana şikayət eləməyin, sizin pulunuz gün ərzində qaytarılacaq. O qaytarılma, bu qaytarılma heç bir məlumat yoxdur. Yazılara cavab verilir, zənglərə də cavab verilir, amma heç bir məlumat nə pulu qaytarmır, nə də geri qaytarmır. Mən də xahiş elədim ki, yəni qonum qonşudan borc yığmışam o pulu, fakt burada. O pulu borc yığdım, hissə partı ödətdirdi mənə. Axırda da mənə Allah'tırdı ödəmə. Dedi, xahiş edirəm sizdən, hamı mesajlar var yəni WhatsApp'da. Bu problemi biz aradan qaldıracağıq, bizə biraz vaxt verin bu gün sabahı kimi. Amma 2 gündür vaxt vermişəm, heç bir dəyərində o pulu qaytarmır. Bax, sonuncuda danışmışsınız, nə deyiblər sizə? Sonuncuda nə vaxt danışmışsınız, nə deyiblər sizə? Sonuncu dəfə dünən danışmışıq, axşam axırıncı zəngimiz o olub ki, pul qaytarılacaq. Heç bir problem yaratmayın biz üçün. Biz də dedik ki, yəni nə qədər vaxt verək də, 1-2 saat 3-ə kimi qaytararsınız. Dedilər ki, bəli. Amma o vaxtdan bu yana heç bir məlumat yoxdur. Mən də istəyirəm ki, yəni mənim kimi bir neçə insanlar aldadıblar. Yəni istəyirəm ki, elə bu mətbuat xidmətinə yayılsın ki, bir neçə insanların da şikayətləri yəqin ki, daxil olacaq ora. Buna bağlı polisə müraciət elədiniz? Bəli, bəli, eləmişəm. Hamısını eləmişəm, şikayət eləmişəm. Hadisə Lənkəranda baş verib. Yəni dəfələrlə bu cür xəbərlər hazırlamışıq. Həm də ki, hüquq mühafizə orqanları, Azərbaycan Daxili İşlər Nazirliyi də bununla bağlı dəfələrlə maarifləndirici xarakterli həm video çarxlar, həm sosial şəbəkələrdə, saytlarda müraciətlər etsələr də, yenə də vətəndaşlar bu cürə insanların, belə deyək, toruna düşür, aldanır. Axşam çağı geniş xəbər Xəzər xəbərdə olacaq, 21:00-da ana xəbərdə. Amma mən də bunu paylaşıram öz səhifəmdə. Yəni bu cür halların baş verməməsi üçün siz də çalışın ki, sizə gələn zəngləri, eləcə də telefonunuzda olan müdaxilələri qoruya biləsiniz. Bu qədər.